Düzelttirmek biraz yorucu bir mesele çünkü. Eğer Ərəb şef axtarırsa, zəhmət olmasa bulvarda bir dənə şənlik var, ora gəlsin. Videolarını salamlar. Şəkillə ölçülür. Beverly Hills. Deyir biraz yaxın olsaydı. Aya deyir. Həyat mücadilə. En sonda vurup da, hə? Nə seçmə? Deyir. Hello, necəsiniz? Bugün deməli hara gedirik? Dırnaqlarımı düzəltdirəcəm. İlk əvvəl belə göstərəm sizə. Əlimdə o qədər şey var ki, yəni. Gedirəm dırnaqlarımı düzəltdirməyə. Ondan sonra bu arada blokun ağzındayım. Dərsi gözləyirəm. İlk əvvəl onlar müəllimlərlə görüşməyə gedirlər. Ona görə də onlara bir gül almaq istədik. Elə. Sonra gedəcəm dırnaqlarımı düzəltdirməyə. Sizdən onu bölüşəcəm. Sonra çox önəmli bir şəxslə görüşəcəm. Təbii ki, siz tanıyırsınız bunu. Günümüzü falan həll edədik. İndi gedirəm dırnaqlarımı düzəltməyə. Baxın, bu formada çox uzanıb. Artıq bir çayla olur bunlar. Bu arada açarlarının uyğunluğudur. Çox qəşəng. İndi gedirəm onları düzəltdirim. Biraz qısaltdırım. Biraz da yaz rəngi açıq bir şeylər olsun istəyirəm. Çox qaranlıq düşdüm. Neysə. Dırnaqlarımı düzəltdirdim. Hal-hazırda baxın. Qəşəng görünür. Yəni həqiqətən dırnaq düzəltdirmək biraz yorucu bir məsələdir. Çünki 2 saat, 1 saat yarım və 2 saat ərzində orada qalmaq məcburiyyətində və s. Çox yorulduğum şeylər olur. Neysə, mən birisini gözləyirəm. Bir şey demirəm. Hələ ki bir şey demirəm. Birisini gözləyirəm. Onun gəlməsini və s. gözləyirəm. Görək necə olacaq, amma gözləyirik. One eternity later. Ay korktum. Deməli, nəhayət görüşdük. 3 həftədir görüşmürük. O sürpriz şəxs bu əslində. Gəlmişik bir-iki. Normalda çox standart şeylər eləyirik. Normalda çox standart yemək yeyirik, gəzirik falan, yeni yerlər kəşfirik. Dedim bu dəfə hava çox qəşəngdir. Bu havandan çıxmaq lazımdır. Bəli. Və bugün normaldan fərqli olaraq bazar günüdür. Normalda biz 6-cı gün görüşürük. Bəli. Fərqlilik eləyirik, görürsünüz mü? İndi bir dənə bir yerə gəlmişəm, indi sizə göstərəcəm. Bir dənə bayaq birisi ilə qarşılaşdıq. Bir heykəl. Onun adı var da. Amma sizdən yəni paylaşacağım. Adı nədir bilmirik, amma paylaşacağım. Buradan yazılacaq. Tapacağıq mı? Taparıq. Tamam. Bir şey. Ərəb şeyxləri var. Əziz izləyicilərim, kimsə əgər ərəb şeyx axtarırsa, zəhmət olmasa bulvarda bir dənə şənlik var, ora gəlsin. Böyle Nigar'ın da şeklinde dansın. Nigar Şükran. Bu arada şəkil çəkdirdik biz. şekil çekmiyor, ben video çekerim. Çəkirsən, hə, tamam. Bayaqdan məni sürüyür, ancaq ora bura. Teşekkürler. Mən elə heç nə eləmirəm. Qəşəng şəkillər çəkdik. Bu arada İrada bizim həqiqətən hələ çox şəklimiz olmur ha. Yəni okey videolarımız falan var. Şəkillə ölçülür. Nə qəşəng işıq var. İrada şəkil çəkək. Yox. Hara geldik? Beverly Hills. Yəqin bilirsiniz, Kaliforniyada bir yer adı bəsidir. Amma biz Azərbaycandakı Amerikan sayağı bir restorana gəldik, düzdürmü? Bəli. Burası qəşəng görünür. Bir dənə bir minusu var. Amerikan sayağıdırsa əgər Amerikan sayağı bir restorandırsa, tam məsələn Elvis olmalıdır. Nə bilim, orada tam yəni o dönəmə ait masalar olmalıdır məncə.
Yəni bunu bayaq İradə də belə dedi. Şimdi yeməkləri falan sifariş verək falan görək. Yeməkləri biraz Yerindən çəkək. Yox olsun da o şey deyil ha, qəbul deyil ha. Sən bilirsən, mən bilirəm. Bir iki dənə TikTok falan çəkməyə çalışacaq, görək nə olur. Çəkəcəyik TikTok. Bayaq elə bildik ki, o qadın, yəni sarı paltarlı qadın hədiyyə çıxardır. İradəyə belə eləyirəm, davay get İradə. Gedəcəkdim. Sonra da vazgeçdik. Əslində uşaqlar bizlə gəlmək istəsə, məncə maraqlıdır. Çünki belə развлекательная програмma Ayı var da ya. Ayı nigara əl-elədi. Buradan nə məna çıxardıq İradə xanım? Saatımız gəldi. Aa, saat gəldi. Video çəkəcəm indi birazdan. Уважаемые зрители, сейчас вы смотрите на прекрасную набережную города Баку. Здесь вы можете увидеть Ələ bax, ələ bax. gəmilərin durma yeri. İradə buradakı ayı çəkmək istəyir, amma çox qəşəng görünür, indi bilmirəm nətər düşür. Və deyir ki, biraz yaxın olsaydı. Aya deyir, biraz yaxın olsaydı. Aya deyir. Neyse. Yine biz biraz manifest eləyəcəyik. Duzsuzdur. Duz söylemedin ki Deyir duzsuz da. Hadi ya. Mən videonun davamını necə çəkim bilmədim. Ona görə də hal-hazırda Sezar eləyirik və sizlərlə bu Sezarı paylaşmaq istədim. Tipimə görə üzürlü sayın bütün günü dərs keçmişəm və heç bir makyaj yoxdur. Altdan keçir. Heç bir makyaj yoxdur. Təbii ki, siz yenə hardasınız? Tosterin üstündəsiniz. Ümid edirəm ki, bir problem olmaz. Həyatımda ilk dəfə bir Sezar salat eləyəcəm. Ümid edirəm ki, hər hansı bir problem olmaz. Ki Sezar kurması olarak. Yəni Sezar çox sevirəm. Bilirəm ki, çöldəkilər kimi olmayacaq. Amma eləməyə dəyər. Ən azından asant görünür. Sınayacaq da onsuz da. Prosta bu kadar toyuğu kızartmak. Yaxşı fikir idin bilmem. Çox qızartdıq sən. Dəhşət kızartdık. Heç əlaqəsi yoxdur da o çöldə yediyimiz Neyse Sezar. toyuğu göstermeyek. Sonraki bir şeydə Əsas daddır. arxadan işıq gəlir. Ona görə belə durmağa çalışır. Şivan görürsən. Tamam. Hiçbir şey görürsən. Hiçbir şey gözükmüyor. Gördüyüm kimi iceberg falan istifadə edilir. Bu iceberg deyil, bu bildiyiniz kahıdır. Səhvləmirəmsə, düzdürmü? Ya tipim çox pisdir. Siz də bütün gün dərs keçsəniz və sabah tələbələrinizin imtahanı olsa siz də bugün də olardınız. Neyse. Neyse. Okay. Hər kəs bir cür eləyir əslində. Mən də bir formada eləməyə çalışdım. Bu arada yenə çox pis görünürəm ki, üzürlü sayın. Kasada eləməyi düşündük, amma kasa bizim 6 nəfərlik ailə üçün heç də əlverişli deyil. Ona görə də ilk əvvəl belə bir qabda eləyirik, sonra şəkil üçün boşaldarıq bura. Deyə ümid edirəm. Belə. Nə var, nə yox, həyat necə gedir? Ay, son dönemlerde çok beğendiğim bir şeyler var. Ne vardı? İnsanlar artık yeni böyle diyeyim, ben izlemeye başlayan insanlar çok sevmeye başlıyorlar. Bazı insanlardan eşittiğim kadarıyla. Kimiydi? Kimse bir şey demişti. Kimden seçmiştim? Səhv eləmirəmsə yavrumun bir tanışı böyle bir şey deyir ki, bəs hər yemək yeyəndə və ya nə vaxtsa yemək yeyəndə həmişə Nigarın videolarını açıram falan. Çok hoş oldu yani. Özde bəziləri sadəcə mənə Nigar Safar deyir. Bu da çox xoş təsir edir. Biz də dəriniz. Biz də dəriniz. Cherry lady. Şöyle. Aman balaca bir pomidor. Şöyle değiller. Parmaklar ne güzeldir. Bu şeydi. Acaba cherry mi olum yoksa pomidor mu olum arasında kalan bir pomidordu. Hayat mücadelesi veriyor bu. Niye bir pomidor faktör bu kadar çok danıştım?
Keçən dəfə deməli bir dənəsi kim idi? Çido haqqında danışıram və birisi yazdı. Çido Araz marketdə olar deyə səhvləmirəmsə Araz marketdən danışırdı falan. Yəni maraqlıdır. Heç bu qədər. Sağ olsun. Anlamadım evet. Birisinə dedim ki, Çido harda satılır, harda satıldığını bilirsinizsə mənə deyin, gidin alım. Və birisi yazdı onu ki, mən məsəl üçün bu falan marketdə bunu gördüm. Çok vaxt insanlar o bir cevap vermir demiyor. Çok anlamadım. Çok sevdim. İşıq mənə çox narahat edir. Ümid edirəm ki, mən bu videonun bu hissəsini paylaşacağam. En sonda vurduq da hə. Dırırırım. Neyse. Görməmişim. Okey, ne var? Dance. Ya biz sizinizle mesela yemek videosu çekirik. Onun mesela gedişatına veya ben bugünler mesela bu vlogda neler çekileceğini falan en azından bir planlayabilirken mesela bu mağazaya gireceğim, bunları göstereceğim, yani ne bileyim iradeyle gideceğim, kızlar. Ya onlar plan, birçok şey planlayıram. Sadece olarak. Mesela ayrı bir hayattan bir şey götürürüm. Derim niye hara gelsin? Diye iradeyle götürürüm. Derim ki hara gidersiniz? Deyə bilməyəm ki, seçməmişim. Necə seçməmişim? Mən bir yerə gedəndə ən az bir gün əvvəldən seçirəm. Bunlar necə seçmir, mən çatmam. O məncə şeylə eləyək. Yo. Yeməyim. Ben elə qeydəmişəm, soğudu. Yazıb gedəndə çox bir şey oldu, indi görəcəyin o. Ona görə deməliyəm. Dedim də, deməliyim. Məsələ çox ailəvi bir məsələdir. Və sən bunu danışmalısın. Danışmalıyım. Mesleğim gereği. Mesleğimiz gereği. Bu ətləri mən qovurdum. Hər gün qovruldu çünki bu ətlər. İndi deməli biz deyinirik. Bu bir şeye döndü. Yemek videolar. Yemek videolarına döndü. Kanalımıza hoş geldiniz. Evet. İndi biz ya suxari kalıp tökə bilərsiniz, xurustim kimi və s. ya da ki evdə hazırladığınız, mamalarınızın hazırladığı suxarilərdən istifadə edə bilərsiniz ki biz belə edəcəyik. Əlim göz içində. Hikmət olmasa məni topa ateşə tutmayın. Məncə biraz da tutmayın. İşim bayılacak. Oy. Və hazırdır artıq Sezar salatımız. Məncə qəşəng görünür deyə ümid edirəm. Buradan bir şəkil çəkəcəm, belə qəşəng. Kapak fotoğrafı olacaq bu. Bence güzel.